Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kisal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini izləyirsiniz. Əziz tamaşaçılar, mövzumuzu və aktual suallarımızı studiyamızın qonağı ilə müzakirə edib cavablandıracaq. Qonağımız Milli Məclisin deputatı Pərvin Kərimzadədir. Xoş gəlmişsiniz Pərvin xanım. Xoş gördük. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm. Pərvin xanım, bildiyimiz kimi Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli faciələrindən biridir. Məhz belə isə soyqırımın 34-cü il dönümündə Xocalıda memorial kompleksin inşası həm mənəvi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir və Prezident İlham Əliyevin Xocalı soyqırımı memorial kompleksin açılış mərasimində səsləndirdi. Məhz çıxışdan irəli gələrək təməl qoymadan açılışa qədər keçən 2 il ərzində bu memorialın siyasi və mənəvi tarixi əhəmiyyəti barədə fikirlərinizi öyrənmək istərdik. Buyurun. Əslində, bugün toxunduğunuz mövzu mənə elə gəlir ki, hər bir Azərbaycanlı üçün ən önəmli mövzulardan biridir. Çünki Xocalı soyqırımı təkcə soyqırım deyil. Hər bir Azərbaycanlı üçün onun milli yaddaşının sütunudur. Belə bəşəriyyətə məsəl. Çünki Xocalı soyqırımı, bəli, əgər biz tarixə qısaca olaraq bir-iki cümlə ilə nəzər salsaq, Xocalı soyqırımı təkcə Azərbaycanlılara qarşı törədilən vəhşilik aktı deyil. Xocalı soyqırımı bütövlükdə bəşəriyyətə qarşı yönələn beynəlxalq cinayətdir. Bütün beynəlxalq konvensiyalara uyğun olaraq bu məhz soyqırım idi. Çünki konvensiyada soyqırım tərifində deyilir ki, məhdud ərazidə konkret millətin, irqin nümayəndələrinə qarşı dözülməz yaşamış şəraitinin yaradılması, kütləvi şəkildə qətlə yetirilməsi elə soyqırımın özüdür. Bu isə konkret ərazi idi Xocalı, konkret millətin nümayəndələri Azərbaycanlılara qarşı və kütləvi şəkildə qətl aktlarının törədilməsi idi. Digər tərəfdən yenə də beynəlxalq konvensiyalara uyğun olaraq beynəlxalq cinayətin nə daxil olduğu deyilir. Beynəlxalq cinayətə nə daxildir? O cümlədən soyqırım, ekoloji soyqırım və s. Bütün bunların hamısı Xocalıda həyata keçirilmişdir. Beləliklə, Xocalı soyqırımı təkcə Azərbaycanlılara qarşı deyil, ümumiyyətlə beynəlxalq dünyaya, ictimaiyyətə, insanlığa qarşı bir beynəlxalq cinayətdir və 34 il ərzində Azərbaycan xalqı bu ağrı ilə yaşadı. Amma Xocalı bizim üçün təkcə soyqırım məkanı deyil. Xocalı bizim üçün bir dirçəlişin məkanıdır. Xocalı bizim üçün milli ruhun təntənəsinin məkanıdır. Çünki Azərbaycan xalqı bu illər ərzində düzdür, hüzün günlərini qeyd elədi, yas saxladı, amma əyilmədi. Sanki Xocalıda biz bir xalqın qalib olaraq yenidən dünyaya qayıdışını izləyirik ki, Xocalı, buna görə bu hadisənin, dünən o memorial kompleksin, Xocalı memorial kompleksinin Xocalıda, Xocalı sakinləri ilə birlikdə Müzəffər Ali Başkomandanın açılışını etməyi çox böyük bir rəmzi məna daşıyır. Çünki bu barədə sualım olacaq. Xocalının azad olmasından sonra məhz bu kompleksin açılması hansı simvolik məna daşıyır? Əslində dediyim kimi bu sanki bizim üçlü bir anlam verə bilərik. Bu bizim birincisi milli yaddaşımızdır. Biz orada milli yaddaşımızın necə qorunduğunu şahidi oluruq. Digər tərəfdən bu bizim milli ruhumuzun, milli birliyimizin, milli kimliyimizin, bizim bütövlükdə qələbəmizin təntənəsidir və ən nəhayəti tarixi ədaləti bərpa edən bir xalqın dünyaya olan çox böyük mesajıdır. Çünki biz, yenə deyirəm, ədaləti öz gücümüzlə bərpa elədik və bu ədalətin bərpası bir neçə mərhələdə keçdi. Yəqin ki, bununla da bağlı biz sizinlə müsahibə dövründə danışacağıq. Biz bu ədaləti illər ərzində Xocalıya ədalət edərək bərpa etdik. Bilirik ki, Heydər Əliyev Fondu və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası həyata keçirildi və 20-dən artıq ölkədə Xocalı məhz soyqırım kimi tanındı. İllər ərzində Xocalıya ədalət dedik. İkinci tərəfdən biz bunu hərbi yolla ədaləti bərpa etdik. 20-ci ildə 44 günlük vətən müharibəsi, 23-cü ildə Xocalının 24 saatdan da az bir müddət ərzində Xocalının azad olması, Xocalının və digər ərazilərimizin azad olması və nəhayət üçüncü də bu hadisələri törədənlər, Azərbaycanlılara qarşı çıxış edənlər, müharibədə bu işlərə rəhbərlik edənlər, Qarabağda həmin insanların məhkəmə qarşısına çıxarılması. Yəni Azərbaycan öz siyasi iradəsi ilə, öz gücü ilə tarixi ədaləti bərpa elədi. Və dünənki memorial kompleksin açılışında cənab prezidentin söylədiyi nitq, 2 il ərzində o Xocalının memorial kompleksinin qurulması doğru gedən işlər, bu həm o keçmişə olan hörmət idi, həm bugünkü proseslərin
nümayişi və təntənəsi idi və gələcəyə olan o inamlı və güvənli baxışı idi. Bəli, Pərvin xanım, ümumiyyətlə beynəlxalq təşkilatların uzun illər Xocalı soyqırımında beləsə səssiz qalmalarında məqsəd nə olub, səbəb nə olub? Beləsə nəyə görə susurlar? İnsan hüquq və azadlıqlarından danışan xüsusi beynəlxalq təşkilatlar var ki, onlar bu məsələdə belə sükut içində olublar. Səbəb nədir? Biz əslində bayaq cavabda mən vurğuladım ki, uzun illər ərzində Azərbaycan öz işini gördü. Xocalıya ədalət kampaniyasını keçirtdi. Beynəlxalq təşkilatlar qarşısında məsələləri qaldırdı. Dövlət qeyri-hökumət təşkilatları birgə fəaliyyət göstərdilər. Müxtəlif tədbirlər, müxtəlif dediyim kimi sərgilər, kitablar, layihələr, müxtəlif xaricdə keçirilən konfranslar, səfirliklərdə edilən tədbirlər və s. və s. Ən əsası da beynəlxalq təşkilatlar qarşısında qaldırılan məsələlər. Və bu illər ərzində Azərbaycan hər zaman olduğu kimi beynəlxalq təşkilatlardan adekvat reaksiya gözlədi. Uzun illər ərzində Azərbaycan məhz beynəlxalq hüququn təntənə çalmasını gözlədi. Tarixi ədalətin təşkilatlar vasitəsilə qəbul olunan qətnamələr vasitəsilə həyata keçməsini gözlədi. Amma bu baş vermədi. Ona görə də bütün bu funksiyaları Azərbaycan öz siyasi iradəsi ilə həyata keçirdi. Məsələn, biz əgər tarixə nəzər salsaq, soyqırımlar tarixən bəzi ölkələrdə, bəzi ərazilərdə də olub. Məsəl üçün, Ruandada olub hadisələr, digər ərazilərdə olub. Bu hadisələrdən sonra dərhal beynəlxalq təşkilatlar tərəfindən komissiyalar yaradılıb, buna reaksiyalar verilib. Amma Xocalı soyqırımında biz bunu görmədik. Səssiz qalmaların şahidi olduq. Səssiz qalmalarının şahidi olduq. Hətta o təşkilatlar ki, hansı ki, bilavasitə Qarabağ münaqişəsi ilə məşğul oluydular, bu hadisələri gəlirdilər, yerində də görürdülər, onlar qarşısında sübutlar göstərilirdi. Dediyim kimi, dövlət öz işini aparırdı, insanlar öz işini aparırdı, qeyri-hökumət təşkilatlar, amma bu təşkilatlar yenə də səssiz qalırdılar. Və ona görə də nəticədə Azərbaycan öz gücü ilə həm tarixi ədaləti bərpa etdi, həm ərazilərinin bütövlüyünü bərpa etdi, həm də Xocalıya o tarixi ədaləti gətirdi. Və dünən də kompleksin açılışı elə o tarixi ədalətin Xocalıda da bərqərar olmasının ən böyük nümunəsi idi. Bəli, Pərvin xanım, sizin də qeyd etdiyiniz kimi, məhz bu ədaləti özümüz bərpa etdik mesajı, ümumiyyətlə dünya ictimaiyyətinə, həmçinin beynəlxalq ictimaiyyətə hansı mesajı özündə ehtiva edir? Əslində, dediyim kimi, biz tarixi ədaləti mərhələlərlə bərpa etdik. İllərlə Xocalıya ədalət istədik və elə bu illər ərzində də Azərbaycan dövləti gücləndi. Azərbaycanın iqtisadi gücü artdı, Azərbaycanın ən müasir ordular sırasında dayanan ordusu dayandı, Azərbaycan ən müasir silahlarla təchiz olunmuş orduya sahib oldu. Cənab Prezident ən yüksək səviyyədə bütün beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini dünyaya çatdıraraq diplomatik səviyyədə bu məsələnin əsasını təsdiq etdi. Norma prinsipləri olmalı. Əlbəttə, çünki bizim Qarabağda 44 günlük vətən müharibəsində aparılan müharibə əsl 21-ci əsrin müharibəsi idi. Biz orada sadəcə torpaqlarımızı azad etmirdik. Biz müharibəni necə aparmaq olur, onu göstərirdik. İnformasiya müharibəsində Əlbəttə, biz eyni dövrdə həm hərb sahəsində gedən döyüşü görürdük, həm Cənab Prezidentin apardığı, verdiyi müxtəlif telekanallara müsahibələr, həmin müsahibələrdə çox bəzən təxribatçı suallara, bəzən o belə deyək də həqiqətə uyğun olmayan deyilən sözlərə biz Cənab Prezidentin verdiyi cavabları və diplomatik sahədə də məhz o müsahibələr vasitəsilə Azərbaycanın qalib gəldiyinin şahidi olurduq. Və bu müharibədə də digər bir məsələni də vurğulayım. Cənab Prezident dünənki memorial kompleksin açılışında da bunu vurğuladı ki, Azərbaycan sanki bir etik bir müharibə apardı. Azərbaycan əskəri sadəcə hərb meydanında o baş verən hadisələrin qisasını aldı. Sadəcə döyüş meydanında məhz hərbi, belə deyək də, hərb meydanında öz sözünü dedi. Torpaqlarını azad etdi, şəhidlərimizin qisasını aldı, bir dənə mülki əhaliyə qarşı bir dənə silah atılmadı, bir dənə hadisə olmadı ki, hərb meydanından kənarda Azərbaycan hər hansısa bir addım atsın. Amma biz qarşı tərəfdən bunu görmədik. Elə mənim parlamentdə təmsil etdiyim Gəncə şəhərinə dəfələrlə raket atışları oldu, dəfələrlə mülki əhali o raketlərdən, alınan zərbələrdən qətlə yetirildi. 8 raket atəşi təkcə Gəncə şəhərinə oldu, onun 5-i hədəfinə çatdı, mülki əhali həlak oldu. Və onda belə Azərbaycan bir dənə mülki obyektə bir atəş açmadı. Orada raketlər atılan dövrdə biz bu tərəfdən hərb meydanından qəlbə xəbərləri eşidirdik. Elə Gəncəyə atılan raketlərin birində bir tərəfdən əgər göz yaşı gözümüzdən axırdısa, digər tərəfdən biz Füzulinin azad olma sevincini yaşayırdıq. Yəni bilirsiniz, bizim əskərimiz
əsl müharibə necə aparılmalıdır, necə beynəlxalq hüquqa əsaslanaraq, BMT-nin nizamnaməsinə əsaslanaraq torpaqlarımız azad olunmalı idi, həmin o müharibənin aparıldığını göstərdi. Pərvin xanım, ümumiyyətlə dünyada nadir hallarda rast gəlinir ki, bir ölkə həm ərazi bütövlüyünü tam bərpa etsin, həm də müharibəyə cinayətkarların məhkəmə qarşısına çıxarılması şahidi olsun. Ümumiyyətlə bu baxımdan 44 günlük Vətən müharibəsinin əhəmiyyəti barədə fikrinizi öyrənmək istərdim. Bilirsiniz, 44 günlük Vətən müharibəsinin əhəmiyyəti haqqında biz mənə elə gəlir ki, təkcə bir sual çərçivəsində yox, ümumiyyətlə verilişlər boyu danışa bilərik. Çünki 44 günlük Vətən müharibəsinin əhəmiyyəti təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçündür. Çünki 44 günlük Vətən müharibəsində Azərbaycan ilk dəfə olaraq uzun illərdən sonra təkcə regionda deyil, ümumiyyətlə dünyada bir milli münaqişəyə son qoydu. Azərbaycan separatizmə son qoydu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Öz suverenliyini bütün ərazilərində bərpa etdi. Yəni Azərbaycanın yaratdığı reallıq təkcə öz ölkəsi deyil, region üçün çox böyük bir əhəmiyyət kəsb edən və gələcəyə ünvanlanan bir addım idi. Ona görə 44 günlük Vətən müharibəsinin əhəmiyyəti olduqca böyükdür. İstər xalqımız üçün, istər region üçün, istər dünya üçün. Digər tərəfdən 44 günlük Vətən müharibəsində o müharibənin aparılması, torpaqların azad olunması, BMT-nin rezolюsiyalarının həyata keçirilməsi, bütün bunlar sözsüz ki, Azərbaycanın apardığı o ədalətli müharibədir, yaratdığı reallıqdır. Digər tərəfdən biz burada Azərbaycanın, belə deyək də, Azərbaycanda mövcud olan o siyasi iradənin təntənəsi görürük. Çünki Azərbaycan heç kimin diktəsi ilə deyil. Yalnız öz gücünə arxalanaraq, öz siyasi, hərbi, diplomatik gücünə arxalanaraq bu müharibəni həyata keçirdi və qalib gəldi. Digər tərəfdən biz burada sözsüz ki, 44 günlük Vətən müharibəsinin ən böyük əhəmiyyəti Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə əsgərlərimizin göstərdiyi qəhrəmanlıqdır, şücaətdir. Yəqin ki, dünyada çox nadir hallardan olur ki, müharibə gedən zaman gənclər sıraya düzülsün ki, orduya getmək üçün. Çox nadir hallarda belə bir şey olur ki, könüllü şəkildə biz o günləri xatırlayarkən görürük ki, bütün hərbi komissarlıqların qarşısında növbə olurdu. Nadir hallarda dünyaya belə bir hal baş verir. Çünki insanlar döyüşə gedərkən anlayır ki, bu gedişin dönüşü olmaya bilər. Amma Azərbaycan xalqı öz torpağı uğrunda canından keçməyə hər zaman hazır olub. Çünki bu ədalətli müharibədir, öz torpağını azad edirsən. Bir tərəfdən bu, Ali Başkomandanın rəhbərliyi, əsgərimizin qəhrəmanlığı. Digər tərəfdən 44 günlük Vətən müharibəsinin ən böyük əhəmiyyətlərindən biri oldu ki, biz milli birliyin nəyə qadir olduğunu şahid olduq. Xalq iqtidar ordu birliyi. Məhz xalq iqtidar ordu birliyi nəticəsində belə bir nəticə əldə olundu və biz o qələbəni təmin etdik. Və bugün də biz artıq sizin sualınızın cavabı olaraq biz əsrin məhkəməsinin şahidi olduq. Çünki Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, qalibiyyətini əldə etdi və günahkarları da özü cəzalandırdı. Hərb məhkəməsində, əsrin məhkəməsi adlanan o məhkəmədə bütün cinayətkar öz haqlı cəzalarını aldılar və o cinayətkarlar idi ki, öz günahlarını özləri etiraf etmişlər. Bayaq mən Gəncə haqqında danışdım. Məsələn, orada cəzalandırılanlardan biri, bəli, mən Gəncəyə raket atılmasının əmrini mən vermişəm deyən Qondarma Qarabağ Respublikasının elə özünü, belə deyək də, öz-özünə elan etmiş rəhbəri də var idi. Bütün bunlar o deməkdir ki, müharibənin səbəbkarı olanlar, müharibədə mülki əhaliyə silah atanlar, bu müharibəyə rəvac verənlər, səbəbkar verənlər, əlləri insanların qanına bulaşmışların hər birinin də cavabını Azərbaycan özü həmin o məhkəmə verdi. Beləliklə, Azərbaycan həm uzun illər ədaləti özü bərpa etdi, uzun illər ədaləti təbliğ etdi və özü bu ədaləti bərpa etdikdən sonra günahkarları da özü də cəzalandırdı. Bəli, çox sağ olun Pərvin xanım, fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Sağ olun. Mən təşəkkür edirəm. Sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Pərvin Kərimzadə idi. Gələn görüşlərə dək.